Salam aleyküm kral. Aleykümselam. Hoş gelmişsiniz. Hamınız hoş gelmişsiniz. Bütün konaklar, kardeşler. Allah'ımızı dağına daymasın. Bana isteyipler, buradadılar. Allah sana da var eləsin Ali. Əziyyətimizi çəkirsən. Bütün qrup işçilərin hamısına da yaxşı nəticələr toplamağını arzu edirəm. Başda Mahirəmidir və qrup üzvlərin hamısına. Yaxşı nəticələr inşallah. Allah bağışlasın, qismət eləsin. Dostluq, qardaşlıq qazansın. Bizim üçün maraqlı olan odur. Yəni belə. Kral neçə ildir məsələn quş saxlayırsan? Mən hardan başlamısan quş saxlamağa? Vallahi elə şu Naxçıvandan saxlamışam. Yəni bir 25-30 il var. Amma əsası 6 il bu Bakıda. Quşbazlığın nə olduğu. Bu həyatdan başlamısan? Bu həyatda 4 ildir. 4-cü ildir. Amma 2 ildə başqa yer var. Orada saxlayıram. Belə amma sırf 6 il professional olaraq, amma bu qismətdir. Sağ olsunlar, yaxşı qardaşlar, dostlar. Dəstək oldular. Bəziləri aramızda yoxdur. Allah onlara rəhmət eləsin. Allah rəhmət eləsin. O səbəbdən Allah Nərman Amin qəbrinin onunla doldursun. Amin, amin. Allah o dünyasını versin. Onun üstümüzdə qısa müddət tanıdıq amma çox əziyyəti oldu. Allah kimi bəli. Nə bilim. Allah onun ailəsinə sabır versin. Amin. Allah onun bir daha qəbrinin onunla doldursun. İndi də Elşən qardaşdır yanımızda. Yəni hamısı dəstək olur. Elşənin əziyyəti biraz daha çoxdur. Cəlal Əmidir buradadır, Fuaddır, Rasimdir. Hamısı yəni burada Allah'ın nə gəlirsə artıqını eləyirlər. Allah hamısının köməyi olsun. Dedin əvvəl başqa yerdə saxlamısan. Oradan gətirdiyin quşlardır burada hamısı, yoxsa quşları dəyişmirsən belə deyək? Yox. Vardı onlardan bir 15 dənə, 13 dənə var, amma əsas sırf onları dəyişmişəm. Məsələn, bir dostumuz var, onun adını çəkənmirik. O bir 4 dənə bağışlayıb. Yəni onun işindən dolayı adını çəkənmirik. Mahirəmi bağışlayıb, Zələləmi verib, Məhəmməd və qardaşımız verib. Şəhliyə verib 3 dənə bala, dostumuzdur, qardaşımızdır. Baycan var verib quşları. Elə var da, yəni öz cinsimizdir. Yəni deyim ki, mən onlara vermişik, birbirimizdə törətmişik də belə yəni. Yəni eyni cinsdir, fərqi yoxdur, eyni quşlardır. Elə də indi. Quşlardan məsəl üçün belə deyək də, nə vaxt bala alsan, nə vaxt quşları istirahətə buraxsan? Ola çiçək vaxtıdır da əsas. İyundan sonra vəbşə də bala almıram. Mən 3 ay, 4 ay bala almıram. Ancaq qışda bala alsan da belə deyək də. Əsas qışda bala alırım. Ən əsas odur. Düzdür, bu il biraz çox işçi verdik, Mahirəmi bilir. Belə 78 dənə bir dənə 4 gün içində öldürdüm. Belə arada dəli oldu, öldü. Amma belə şükür Allaha varımızdır. Yəni boş deyilik, amma o qismətdir. Yəni quşlara baxımı necə olur? Məsələn, bala alan vaxt necə baxsan, uçurdan vaxt necə baxsan, istəfə yemliysən gündəlik. Bala alan vaxtı səhər gün ötə axşam baxıram. Çünki baladan ötər, amma az-azdır. Yəni çox yoxdur, oyunca yox, normal. Semiskadır, qarğıdalıdır, azdır, amma qarğıdalıdan çox az. Çünki bir də artıq demişəm, dəlilikdən çox qırmışam. Amma belə semiskadır, yarış vaxtı da darısıdır. Bəzi şeylər var, orada qatqılar var, onu Mahirəmi qatır, həll eləyir. Onu da özündən başqa heç kim bilmir, bizə də işləmir. Belə paxılıq mənasında yox, yəni ümumiyyətlə, yəni o deyir onları. Belə normal. Sezon vaxtı məsəl üçün də belə deyək də, yarışın neçə dənə quşla hazırlaşdın, yəni neçə dənə quş hazırlayırsan ki, yarışa, yəni sənə belə qane eləsin də. Valla belə hazırlamağına çox quş hazırlayırıq, amma 12 dənə uçuracaq. Ancaq bir 70'in üstü bala var, bir 30 dənəyə yaxın, 25 dənə Elşən bala gətirir. Belə, yəni bir 70'in üstü bala var, amma indi dalı da var da, inşallah çıxırlar da balalardan da. Yarışa sırf bala uçursan, yoxsa əvvəlki quşlardan da var məsələn? Əvvəlkilərdən 3-4 dənə uçuracam, sırf bala uçuracam. 3-4 dənə çoğan uçuracam, qalan hamısını bala keçən ilin işinin quşudur. Amma əsas balalar uçuracam. Balalar sənin üçün o qədər çətin olmazmı? Yəni sırf bala ilə biraz belə. Yox, maşallah məndə biraz qıraqdır, oradan rahatam. Oradan rahatam, yəni cəs salmaqdır. Gedən Paşa deyək ki, arası bir aydan artıq hazırlaşdım, cəmi 3 dənə bala vermişəm ağalı. Yəni belə, yəni bala qaçırtmamışım. Amma keçən il çox bala verdim, 14 dənə bir verdim, 21 dənə bir verdim, çox qaçırtdım keçən. Amma bu il 2 verməmişəm, şükür Allah. Sən həmişə bir ay 15 gün dolar yəqin ki, xəstəliklə necə boğarsan, quşlar xəstələnmişsən də? Yox, baş xəstələnmiş, səndən ki, yatdım, qatıyım var idi, ondan verdim, o da çox yaxşı xeyir elədi. Bir də dərman almışdım məcmunan, o da çox xeyir elədi. Yəni yaxşı oldu. Ümumi quşlara vitamin, vaksinasiya edirsən mi quşlara? Mən əsasən vitamin qismi şey vermirəm, dərman qismi vermirəm, açıq deyim. Baldır, sudur, pesoqdur, şərbət edirəm, belə verirəm. Amma indi bir dənə Mahirəmi məsləhət görüb, vitamin, onu deyib, onu götürüb bir dənə qatıb verəcəm. Amma ümumən belə vitamin vermək məsləhətdir quşlara, çünki cümlə saxlamaq üçün. Vitamin bana, əsasdakı belə bu qanaq quyruq elədiyimiz balalarda vitamin şərtdir hələ.
Ha, görürəm də vitamin verməyəndə də verəndə də o fərqi görürəm. Məsələn orada ayırmışam 2 dənə qanadını görəsən. Bunlara vitamin vermişəm, onlara vitamin verməmişəm, fərqi çox oldu. Görürdüm bu fərqi. Sən birinci ildə yarışa qoşdun, səhv eləmirəmsə. Birinci. Keçən il qismət olmadı. Çox qaçdı. Böyle inşallah birinci ildir. Məsələn, yarışda özündən quşlardan belə deyim, nə performans gözləyirsən? Yəni neçə saat gözləyirsən təxmini belə deyək? Valla saat deməm inşallah yaxşı olar da. Nə deyim saat mən qismət amma birinci ildir də, yəni 55-60 saatin üstü olar inşallah. Amma ondan sonra artıq bizim başımızın ucalığıdır. Amma birinci ildir, amma bizim də yarışda zəiflər yoxdur da. Ailəmi var, Elşən Balaxanı var, Ceyhun var axı dostumuz, qardaşımız. Hani belə nə bilim indi birdən də belə bu yarışa girməkdə adam risk eləyənmir. Əlbəttə ki, yəni mütləq şəkildə sənin əlində materialın varsa yarışa qoşula bilirsən. Bugünkü mən özümə ötürək, yəni mənim əlimdə material yoxdur, yarışa qoşula bilmirəm. Yəni düzdür, onun üstə hazırlaşıram. Amma sırf əlində material var deyə yarışa qoşula bilirsən. Allah köməyiniz olsun. O düz deyirsən. Əlimizdə material var idi keçən ildə, amma bu qədər deyildi. Bu il Allah bir daha hamıya rəhmət eləsin. Onlardan var, bəziləri var ki, yaxşıdır, pis deyil hələ. Onsuz da sən özün yəqin ki, indi adlar saydım burada quşlar var. Onları özün calaq edib belə deyək, yəni necə deyim, üstləşdirib əksəriyyətinə hazırladım var idi, amma əksəriyyətini özüm calaq eləmişəm. Özün üstləşdirib ortalığa Maylanın və keçən il mənə bir dənə yarışında maya bağışlayıb, onun balası maşallah var. Yəni özüm burada calaq vermişəm. Yaxşıdır, pis deyil. Normaldırlar da, yəni nə bilim. Qabaqdan danışma da. Deyir gidi meydan göstərir də, meydanda görək nə olar da. Allahın köməyi ilə, qismət Allahdandır. Elə buradayıq. Məsələn, sənin üçün damazlığa atılası quş, necə deyim, hansı quşu onu damazlığa götürərsən? Nə özəlliklərinə görə, nəyinə görə götürərsən damazlığa? Ümumiyyətcə, düzdür, məndə 2 dənə qalan var, rəhmətlikdən məndə kötüklər. Onlar yəni bilirik də nədir, nədir. Mən yox, bütün Azərbaycan bilir nədir. Amma əsasən özüm keçən tutduğumdan damazlıq vurmuşam da. Yəni gözüm ilə görmüşəm də 3-5 saatda, yəni qane eləyib. Yəni ondan vurmuşam, bu ildə balalarından qovmuşam hələ, maşallahlar var. İndi neçə sezon uçmuş quşu damazlığa atarsan? Yəni heç olmasa 5 saatin üstü uçmalıdır. Sezon belə deyək. Sezonu o güclü uçarlar da, amma belə yəni minimum 5 saatin üstü atarıq. Yəni 7, 8, 9 olsa daha yaxşıdır. Görək, elşən sözü olmasın, əlimiz boşdur. İndi görək nə olur da. İnşallah yaxşı olar. Allah elşənə də ömür versin. Bir salamlar. Bu yarış üçün biri var, məsələn özün quşbazlıq eləyəndə normal əziyyət çəkirsən, yəni, amma yarış üçün hazırlaşanda çox əziyyət çəkirsən. Dəhşət çox. Yəni çox istilərin olur. Heç düşünməzdim belə olacaq hələ. Yəni belə dəhşət əziyyəti var imiş. Yəni nə bilim, onun olsun Allah çox dəhşətdir. Belə özüm üçün uçurdum, dost qardaş yığışırdıq burada, çox da saatlar görmüş. Amma böyle bu yarışa hazırlaşanda bildim ki, bu yarışdaşlar nə zulüm çəkirmiş. Yarışın özü bir təcrübədir. Mahir olmayan yaxşı bilə. Yəni yarış çox təcrübə qazandırır insana. Mesela bunu saxlayırsansa, tutmalısın. Saxlayırsansa, yaxşısın Görünür, saxlamalısın. durma. Həzər, mən də salamlayıram. O gün olsun, balaların toyuna gələk. Sağ ol Mayram, Allah. Allah'tan sənə gözəl nəticələr arzulayıram. İnşallah inanıram ki, gözəl də nəticələr olur. Keçən Mahir, sən yarışda təcrübə elədin, yəni öz təcrübələrini bizə bölüşəsən yarışın. Yəni nə kimi özəllikləri var, nə kimi faydaları var sizə, yəni quşbazlara belə deyək. Yarışın o özəllikləri var ki, tutmayandan sonra istəyirsən 1000 dənə olsun. Heç bir mənası yox olacaq. Uçudub yaxşısını saxlamaq lazımdır. Yaxşısını saxlayandan sonra bu quş belə deyim də, sənin üçün deyəlim ki 300 dənə qoyun saxlayacağını, 300 dənə quş saxla, mən özümü deyim. Əziyyəti yox, gəliri də qoyundan çox. Deyəlim ki, mən keçən uçdum, yaxşı nəticələr göstərdim. Maşallah. Maşallah sənə gördü, ya göz qabağını bəli. Mən MDV ölkələrinə quşum. Maşallah. MDV ölkələrinə quşum. Deməyim odur ki, saxlayırsansa yaxşısın saxla. Okean o tərəfindən, Amerikadan belə quşlarla maraqla. Saxlayırsan yaxşısın saxla. Mən inanıram bu turalda da yaxşı nəticələr olacaq, gözəl nəticələr olacaq. Sizdə hazırlıqlar nə yerdir Mahirəm? Hazırlıqlar hələ heç nə yoxdur. Hələ hazırlıqlar həqiqətən yoxdur.
Vallahi. Hal-hazırda heç nə yox. İnşallah bundan belə başlayacaq. İşlə əlaqədar yoxsa ümumiyyətlə? Ha? İşlə əlaqədar yoxsa ümumiyyətlə? Yox, işlə əlaqədar yox. Hələ havalar xarabdır. Havalar xarabdır. Hələ hazırlıq yoxdur. Keçən hazırları var, hazır quşlarım var. İnşallah elə iyun ayına onlar qarantanacaq. O vaxtlar başlayacaq hazırlığa. May ayının ortasından sonra. Allah bərəkət versin. İnşallah o vaxt. İnşallah. Yaxşı olacaq. Hər kəsə uğurlar arzulayıram. Onların içində biri də özümə. Allah maşallah. İnşallah. Çünki Allah heç kəsin əziyyətini yerdə qoymasın. Həmçinin Turalında. Amin inşallah. Allah köməyin olsun. Tamam dostlar, qardaşlar da buradadır. Allah'ımı söylüyorum. Allah xeyir versin. Bu da gələcəyin quşbazı Yaşardır qardaşımızın oğlu. Allah saxlasın. Allah xoşbəxt eləsin. İnşallah. Fərəhli bu da hazırlaşır. Yarışa gidə bilər alana, yaşı biləcək. Hazırda Balacalar üçün hazırlamaq. Bunlar bizim milli sərvətimizdir. Bəli, bəli. Qoruyub saxlamaq lazımdır. Bunu gəlişdirmək lazımdır. Yaxşısı inkişaf elətdirmək lazımdır. İnkişaf elətdirmək lazımdır. Bir şey əziyyətini çəkirsənsə, onun yaxşısını saxlamaq lazımdır. Deyəlim ki, bir 10 il, 15 il bundan qabaq Bakıda bunu əksəriyyəti korlamışdıq. İçinə qatmışdıq hər bir şeyi. Enli buyruq, başqa. Bugünkü gün hamı yaxşısını milli sərvətimizdir. Bunu qoruyub saxlamaq lazım. Bu da yarışların göstəricisidir Muharrem. Yəni yarışlar bugünkü gün onu göstərir ki, biz bugün yaxşı quşları seçib axtarırıq bu dəqiqə. Əvvəl düz deyirsən, hamı keçmişdi bir fason, indi başqa şeylər axtarırdı. Doğru. İndi bugünkü gün gözəl uçuşlu, gözəl belə deyək, keçmiş olan quşları axtarırıq. Doğru. Qan olan quşlar. İnanıram ki, hər kəsdə yaxşı quşlar var. Hər kəsdə yaxşı nəticələr göstərəcək. Bu da bizi inkişafa doğru aparır da. İnşallah doğru. Bəli. Allah köməyin olsun, Allah canı sağ olasın, var olasın Muharrem. Cümləmiz. Eşən qardaşlar buradadır. Qardaşlar salamlayıram. Turağı da uğurlar arzu edirəm. İnşallah yaxşı nəticələr göstərər. Maşallah quşlar da, əla quşlar da var. Hazırlaşır. Həm də biraz kəsiklər də var. İndi onlar da hazır deyim bunlar. Bir 10-15 günəsə qanat quyruq eləyər. Uğurlar arzu edirəm. Sağ olasın. Allah sağ Allah köməyin olsun, var olasın qardaş. İnşallah yaxşı nəticələr göstərər. Sən onu 2 saat. Buyur qardaş, şəhidəsən ösürlər sözləridir. Sağ ol. Hayırlı olsun inşallah güçlü kazansın. Amma burada durma. İnşallah yaxşı nəticələr arzu edirəm. Uğurlar diləyirəm. Allah köməyin olsun, var olasın. Sağ olun, sağ olasın. Sağ ol. Allah'ınız var olsun. Bunlar çox Ayrı-ayrı var. quşxanaları maşallah olsun, Allah çıxdı. Ayrı-ayrı quşxanalarda saxlamaqda məqsəd nədir quşları? Böyle bal aldıqlarım var. Çift kəsikləri vardı. Onlar elə bir ki, bal almışam. Onların bəziləri çox yorğundur. Bu dincəlmə halıdır, bildin abi. Yəni ikisinin də balalar var. Altlarında çıxır, ammusunu yığıram oradan, yəni hazırlaşdırıram. Kəsiklərim də qanaq quyruq elədiklərim oradadır. Yəni belə uçuş quşxana ayrıdır da yəni. Hə, uçuş quşxanam burdandır. Amma indi ayrıb sırf ora şey eləmişəm ki, onlar da indi Allah qoca mayın 3-ü, 5-i qanaq quyruq eləyəcəm də. O şey tez olmasın ki, iki zad verməyə. Belə də bunlardır. Sənin üçün quşun rənginin önəmi varmı? Yox, mənim üçün rəngini önəmi yox. Mənim üçün uçuşu maraqlıdır. İstədiyimiz uçuşu versin. Yəni yaşlıların da qapısında çox olmuşuq. Allah Nərman əmiyə rəhmət eləsin. Yəni onun qapısında belə mən Bədirəkdə görmüşəm, Şaxşağanda görmüşəm, Qarada görmüşəm, Qırmızıda görmüşəm. Bizdə əsas uçuşu Mənim üçün maraqlıdır. elədir. Yəni inşallah da ki, Bakı quşunu təmsil eləməkdir fikrimiz. Yəni nə bilim, indi hər an öz fikri var, kiminə saxlayır, ona da mən əstəğfurullah, irad tutanmaram. Çünki bizdən böyüklər var, mənim 46 yaşım var, yəni bizdən çox 2 qat bizim yaşımızda var, əstəğfurullah. Onlara heç kimə irad tutmağa da heç haqqımız yoxdur. Amma əsas da ki, bunlardır ki, əsas mən yanvar fevral ayda, yəni balaya qoyuram bunlar, bayaq dedim ki, yəni o vaxtlar bala aram, o vaxt elə ki, mən yaxşı nəticələr olur da, nə bilim, bəlkə bir gün başqa fikirdədir, ona da yaxşı yanaşıram.
Belə bunlar yaxşıdır. Sırf indi orada gedəcək. Orada sırf əsas kötüklər oradadır. Oradan balaram. Yəni buradadır. Buraxmışam çölə. Yəni inşallah bu kuşxanaları da düzəldim biraz. Bunlar o kəsdiklərimdir. Ha, bunlar qanad quyruğu olacaqlar. Bunlar qanad quyruqdur. 26-27 dənə. İndi vardı bir 10-12 dənə orada var hazırdır. Məsələn bunlardır. Əlibə kişinin quşlarındandır. Allah ömür versin ona. Şeylə var ondan almışam. Amma cins Əlibə kişinin quşlarındandır. Əbrəşdir, Əlibəyin quşlarındandır. Bu Əhməd Nərman əməyin quşlarındandır. Qırmızı çəpdir Nərman əməyin quşlarındandır. Qaradır, Elşən gətirib, amma cins Nərman əmin cinsidir. Göydür, bunlardır. Yəni əsas bala aldığım buradır. Bir də o bayaq buraxdım ikinci dəfə. Bir də oradır. Sırf əsas bala aldığım bunlardır. Nə bilmə, qismət maşallah Allah bərəkət versin. Yəni tutduqlarım da var ha, yəni tutduqlarım quşlar da var. Onlar da maşallah olsun ki, yəni əla da nəticələr var da, yəni göstərir. Məsələn, bir dənə bu xəstəliklə bir dənə elə bir ki, barışanmırıq da. İndi bizə çox əziyyət verir. İndi sən özün də şəxsən. Düzdür, Allah köməyiniz olsun, dərman gətirsiniz, köməklik edirsiniz, nə imkan daxilində. Amma yenə də bu xəstəlik düzəlmir də. Çox itki verir. Yəni aşırı çox itki vermişəm ha. Hardasa deyim də bu yanvarın 12-sindən 13-ündən bu yana hələ. And olsun Allah bir 107 dənə, 112 dənə belə itki vermişəm. Məlumat vermişlər qrupa dedim. Sağ ol hələ. Biraz şeylədiniz də, yəni qabağını aldınız. Allah köməyiniz olsun. Allah sənin köməyin olsun, Allah mala bərəkət versin. Keçən ilkilərdən, hardasa 13 dənə nağdı keçən il tutulmuşdu. Bax Qur'anada. Bilirsən, əsas da mayalarım yumurtayanmadı. Çox kuş öldü. Dediyim məsələ buradadır ki, hamı elə fikirləşir ki, yarışa dedin, hazırlaşdın. Yəni bu proseslər də olur. Yəni xəstəlik də olur. Yəni yaxşı quşların, sırf hazır quşlardan öldürmüş. Avtomatik sən geriyə düşmüş olsan. Yəni yarışa hazırlaşmaq çox çətindir ki, məsələn asan görsənməsin ki, quşu çıxartdın eşiyə, uçutdun onu. Bunun altının təmizliyidir, bunun yemidir. Yem olaraq qarışıq yem mi istifadə edirsən? Qarışıq yemdə istifadə edirəm. Əsas indi bala aldıqlarım var. Sırf qarğı dalı azdır, amma qarğı dalını çox az verirəm. Mən nətər deyim sən, cüyücü. Semiskama ilə normal verirəm, buğdadır, üçüdür. Amma əsas o tutduqlarıma sırf nəm verirəm də buğda, yəni başqa şey vermirəm, yalan. Amma verəcəm də, nə vaxtı var da. O tutduğumuşlar necə yemləyirsən? Yəni səhər axşam yemləyirsən yoxsa bir öynə. Bir dənə axşam saat 6-da, yəni gün uzun oldu 6, qısa oldu 5-də. Yəni həm əzəldən eylənmişik. Və məsələn indi nə bilim, elə əlimdən gələn istəyirəm eləyəm, mən də nəsə göstərəm də Allahın izni ilə. İnşallah o yaxşı çəkilən əziyyətin bəhrəsini görəsən. O elə bir adımız çəkilsin orada. Bizim də elə bir o dəftərə düşər. Biz də nə bilim tanınaq inşallah qismət olsun. Mənim məqsədim sırf satmaq deyil. Mənim məqsədim sırf göstərməkdir. Dosta qardaşa da imkan qədər bağışlamaqdır. Məsələn o balaca var Yaşar. Gördün dostum var Baycan oğlu. Eylələrini istəyirəm ki, mən çox çətinlik çəkmişəm quş barədə, and olsun Allah. Bura gələndə də özünün də elə ona görə çox köməyi var da. Yəni bizdən sonra gələn nəsillər görəcək ki, məsələn Turalda belə quşlar olubdu. Yəni bunlar biz çəkib göstərməkdə məqsədimiz odur. Yəni sonra belə deyək də, məsələn Nərman dayın quşlarını görmüşdük, məsələn o kişidə belə quşlar olubdu. Avtomatik gənc nəslə ötürək də yəni bu yaxşı şeylərdir. Əsas fikrimiz odur ki, elə onların adı yaşasın da. Yenə də düzdür, biz nə qədər çıxsaq qabağa onların, yəni biz satanmarıq da, yəni tozuna çıxanmarıq. Bugün üçün ağsaqqallarımızın çox sayıda çəkib verin. Sağ qalandan Allah canını sağ eləsin. Allah rəhmət eləsin. Allah cami ölənlərə rəhmət eləsin. Başda da Nərman əmi olmalı. O kişi mənim üstündə həqiqətən çox haqqı var. Yəni onu itirsəm çörək taparam. Amma Allah yenə də qəbrini nurla doldursun. Bir də ailəsinə Allah səbr versin. Quşları sezon ərzində məsələn quşlardan bala almaq istəyəndə quşları necə düzdürsən? Yəni sırf özün seçib düzdürsən yoxsa yox, mən özüm seçmirəm. Mən elə işte bu 2 ildir sırf eylədilər hələ. Bax o mənə çox sual veriblər. Atmıram, özlərini tapır cüt götürür. Əsasən də ki, tutulma quş olur, atmıram quşların arasında. Mən ömür boyu istəmirəm ondan cüt düşsün. Özü cüt götürür. Dəfələrlə mən deyirəm, ona vursaydım belə olar, demişəm, dəymə. Olub da ki, ayrıb sonra vurmuşam. Olmayıb, amma ayrıb vurmuşam. Amma çox da yeri gələndə mən də yəni almışam da, deyim ki, almamışam, yox. Həqiqətən bilənlər, uşaqlar bir miqdar demək, çox xəstəmişəm. Böyük gündə də yəni, amma indi Allah rəhmət eləsin Nərman əmiyə. Əlbəttə, bugünkü yarışda göstərdiyin nəticələr də sənin əziyyəti bəhrəsidir, əlbəttə ki, yəni. Və məsələn, Elşən mən burada 3 dənə quş gətirib, bağışlayıb, Hacı Alfağa kişinin quşlarından da Allah ona da ömür versin. Yəni, balalığa maşallahı var. Yəni, Əlibə kişinin quşlarından, Elşən, yəni onlarla atışeniyası var açıq, mənim o qədər şeyim yoxdur. Yəni, Elşən əli ilə çeləcək, Elşən amma mənə gətirib, dəxli yoxdur, amma Elşən açıq deyək ki, yəni o kişinin quşlardır. Mən də elə onun adını çəkmək məcburiyyətindəyəm. Yarışda nə vaxt quşu tutmaq planlaşdırsan? Məsələn, 1-ci ayda mı, 2-ci ayda mı? Vallahi əslində fikrim 2-ci ayda. Ki, biraz isti olsun. Biz eşitirik də bəzi şeylər. Hələ sən özün də yəni buna şahidsən. Tutdu 13 dərəcə, tutdu 15 dərəcə havasını tutdu. İstəmirəm elə olsun. Yekə danışmaq olmasın təşəbbüllü kimi.
İnşallah istəyirəm yaxşı isti olsun. Qismət Allahdandır. Bəlkə də qıracaq iş ortaya çıxaramayacaq. Onu Allah bilər. Amma fikrim yaxşı istidir də. Salıb nə bilim, küləyə, havanın mehin tutum, mən nə bilim. Yəni belə düzdür, hava tutacaq demirəm, yox. Heç olmasa bir 25 dərəcənin, 30 dərəcənin üstü olsun da inşallah. Danışırıq da, görək dediyimizdə elədiyimiz kimi olar inşallah. Balalardan dedin, məsələn, çoxunluq balalar təşkil edir mənim fikrimdə. Çox, ən çoxu. Mən hardasa 9 dənə bala tutacağam. İnşallah yəni problem çıxmasa yaxşı da nəticə olar. İnşallah. Yaxşının yaxşısı olar. Yəni fikrim var, heç olmasa bir 4 dənəsini 8 saatın üstünə, ən azı bir 4 dənəni 8 saatın üstünə saxlayam. Yəni inşallah da ki olacaq, amma birinci ildir, biraz həyəcanı, stresi olmasa, çünki görürəm də dost qardaşlarımız var, bir dənə səhvin uzbatından çox şeydə parasını ailə bir dənə o səhvdən, yəni dostumuz var, indi böyükündə adını çəkmirəm. Yəni bir dənə səhv, hər gün gözümüzün qabağında Allah var da, indi adamın quşu 8-in də 9-unu da gördük. Bir dənə quşu parasına görə quşdağa başladı. Amma düz də yaxşı oldu demirəm. Amma bir dənə səhv, bir dənə şey yapardı, onunla düz yapar belə pis çıxmaz. İnşallah biz o səhvlərdən eləməyək də Allahın köməyi ilə. İndi Mahir Əmidi məsələsi əlindən gəldiyi qədər gündəlik, 2 gündən bir başa salaq ki, 2 illik, 3 illik mən buradayım da tələsmə. Nə sənə bir dənə deyir tələsmə. Məsələn, o gün Nəcəh ona Naşam əxi ilə deyir tələsmə. Yəni qrupda indi bizdən qabaqçılar var, yönləndirir, başa salır ki, yəni eləmə. Sağ ol sənə dəstək olun. Hamısı Allah köməyi olsun. Allah hamısının əziyyətini yerdə qoymasın. Buradan bütün də bizi sevən qardaşların hamısına Allahdan arzum odur ki, ürəkləri istəyən nəticəni toplasınlar. Amin inşallah. Allah Samir əmiyə də, məzluma da ömür versin. Çox əziyyət çəkiblər bizim üstümüzdə. Yəni göstərməyimizi istəyirlər. İnşallah biz də göstərdik də. Bu çöldə olan balalar 90% balalardır. 90%. Bu balalar 90%. Bu çanqış balalardır yəni. Hayır, bundan hələ dənə təzə düşüblər. Bu sarı baladır. Bax, qırmızıdır. O göyaq baş baladır. Rəhmət Nəriman əminin quşların balasıdır. Əbrəş bunun baladır. Bunlar İsmailin quşların balasındandır. Elşənin quşların balasındandır. Öz quşlarının balasındandır. Yəni hələ çoxu təzə dənə düşüblər. Bir 4 gündür, 5 gündür atmışam da elə bir ki belə. Bax, bunu Cəlal bağışlayıb dostumuz. Bax, burada Fərid var, dostumuz Masazırdan. O bir 3 dənə bala bağışlayıb. Yəni o da eyni cinsdə, yəni Cərucu dayanır da Nəriman əminin quşlarını. Amma deyib qardaş, o da yarışdadır. Mən də ona yəni buradan əlimizdən gələn qədər bir-birimizə dəstək oluruq. Məsələn bu Nəriman əmin kötü Əbrəşin balasındandır. Prosta biraz kefsiz qalıb. Bunlardan tutmuşdum. Prosta nə bilim, o dəlilikdə apardı. 4 dənə balasını tutmuşdum. Məsələn çox rahat idim onlara, əli. Yayda Kemal'dan ayrılsan yoxsa yox? Ayrıram. Kemal ayrılır yayda. Uçuşda bə, uçuşda ayrılırsan mı? Uçuş yoxsa eyni yerdə tutursan? Yox, erkək ayrı tutacam. Amma indi baladırlar, uca qızırlar da. Erkək ayrı tutacam, balan ayrı tutacam. Allah qoysun. İndi bunların balalarından Allah qoysa bu kişi indilər. Bir 4 dənə indi bu yarışa çatmayan balalardan Allah qoysa yaşa kişi yapar, indi həyat gözü qovub, hamısına deyəcək nəticələrin. Məsələn, bununla təzə vurmuşam. Böyle o mayağla, bu erkəklə onun əmin qoca mayası var, bilirlər. Erkən balaxanı zətdə şəfi. Məsələn, onunla indi təzə cüt vurmuşam. Balalar da buradadır, bir cüt çıxır, o göstərir. İnşallah ki, görək də indi bunların nəticələrini. Təzə baladılar. İndi yarışa bunlar biraz şey olar. Qismət Allahdan da, amma birinci baladılar. Heç bundan hələ yarışda tutamıram, çünki təzə vurmuşam. Yəni, vurmamışam, özdə cüt götürüb. Allah bərəkət. Maşallah olsun. Bu baladır, şeytan hələ cici hələ. Nə bilim, bunlar yaşar apaq uçulacaq da indi o da əmisinə. Çünki mən çatdıramayacam, nəli sən bilirsən də. Həm də balalar maşallah olsun, yetərə qədər bala da var. Şükür Allaha, yaxşıdırlar, pis deyirlər. Maşallah, hamı maşallah desə daha yaxşı olar. Çünki hamısı çəkir. Allah həqiqətən malına, mülkünə bərəkət versin. Bərəkət mən özləri bilirlər, Samir əmici də bilir. Nəzür deyimi? İşdən elə qaçıram, gəlirəm, bundan oturduram, nə bilməyim. Çox, düzdür, hamı əziyyət çəkir. Mənimki biraz çox çətindir. Çünki Allah maşallah sağ olsun. Allah balasını saxlasın. Elşən Cəlala baxdı. Cəlal Əmidi. Həqiqətən çox əziyyət çəkirlər. Yaman olmayanda gəlirlərlə gəldiklərini eləyirlər. Bu da Nəriman əmin Əbrəşli olmayanların babasındandır. O Fəridindir. Onu Fərid aparacaq. Ona söz vermişəm inşallah. Çatdırsa yarışda uçsa yaxşı nəticə görəcək. İnşallah. Nə bileyim, mənim deyəcəyim budur, biraz çox danışdım. Başlayanda danışam. Yəni qəşəng oldu. Maşallah Allah mal və mülk və bərəkət. Bu çəkildi. Mesela Baycan quşlarındandır, dostumuzdur, o veribdir. Yəni, kövandı uçuracaq amma. Uçurdumuşuq, bu ildə inşallah uçuracaq. İnşallah. Yəni, 2 verməsə, uçuracaq yine bir yetki çıxır, indi baxaq da vəziyyətə.
Bu havalar da hava. İstədiyimiz olsa, hə. Deyəsən Özün ki, gözün hava. səhərdən bazardaydın, indiyə qədər 4-cü hava dəyişmiş. Bəli, bəli. Mən Saat səhərdən gəldim üçdür. yandan Ha. dedim külək Gəlim artıqdır. hava verir. Yəni belədir də. O məsələsi Mahir əmin quşların balasındandır. Yəni maşallah hava yanı körpədir amma görürəm ki nəsə. Bu körpədir, bozquyruqların balasıdır, qara quyruq bir dənədir. Yəni ondan da hələ uçuranmamışam. Çünki uçmuşdum ha, çox itki verdim hələ. Aşırı çox itki verdim. Görək də. Hələ özüm bu da bax, onu bir tərəfi Ay maşallah. əbrəş boyundur, bir tərəfi qırmızı çəplərdən də vurmuşam. Vurmuşam deyəndə götürüblər cüt. Maşallah nə bilim indi görək. Bax burada bunlar İl ildən bu, təcrübə yox. bu da Nərman əmin o qırmızı başda var. Fırtına uçulur deyə məşhur qırmızı başda. Bu da onların törəməsidir. Amma bunları da öldürmüşəm balalarım. İndi bunlar qalıb. İndi bunun bir tane Yaşar deyib mənimdir demişəm sənədir də mən nə deyim. Bir tane də şeyindir, Fəridindir. Bir tane də Fəridindir. Fəridəmi sapacaq, bir tane də bu aparacaq. Maşallah falanlar var, kuşanlar var. Bu məsələsi burada Allah o kişiyə dönəni qanı rəhmət eləsin. Ad günümdə dolaqmaya bağışlamışdı mənə. İlk ayda Alıbay kişinin ağı ilk ay var. Tutulma ayda almışam onu, gətirmişəm o vaxt. Qəşədə pul vermişəm. Hiç bilmirdim Alıbay'ın da and olsun Allah'ıma. Allah ömür versin. Vücut balasını qanaq quyruq eləmişəm bundan ta. Maşallah. Yəni maşallahım maşallahı var ha. Yəni and olsun. Allah bərəkət versin. Nə bilim görmədiyim şeyi gördüm. Allah. Böyle təcrübədə ildən Hayır, amma yaş baş ya abi, hava şeydə mənim yaşım çoxdur məndə. O sözdür, uçudastan biləsən. Quş uçudastan, Elşən bir sözü var. Quş uçmayan quş olmaz. Vuranaq bunu Elşən də deyib, bunu Məzlum da deyib. Yəni bu yaşlılar hamısı deyib də. Qardaş, bunu gizlədim, onu gizlədim. Bundan heç nə eləyəməyəcək. Bəli, bəli. Bildin necə? Yəni nə bir öncə biz Mahirdən ağıllıyıq. Nə Elşənlər, nə Ceyhunlar. Niyə uçudurlar? Göstərsinlər də. Kişilər də göstərib də. Mən bunu gizlədim burada elə Ali Xəzərə deyəm, balam ölsün. Bu 500 manat, bu 1000 manat olmaz da. Gözdən Allah da baxacaq. Bundan da yalanla nə qədər gedəcək? Bəli, bəli. Bu bizdən onu öyrənməməlidir. Bu bizdən uçurmağı öyrənməlidir. Bu da uçurdur. Bir baxırsan ki, uçurdur. Məsələn, Vüsal var burada dostumuz, Eliş Əminoğlu. Uçurdan. Deyən 11 saatı deyəm, mənə çatmır. Mən uçurdum 11 saat özüm dedim. Amma yalandan deyir, danışmayıb 11 saat. Hadi, pul da verib alıb, o da zamanıdır. Amma deyim, mən gördüyümə inanıram. Mən Əliyin sözünə, Turalın sözümə. Onda tutdu da. Demir, sən yalan deyirsən. Amma deyim, mən onu uçurduq deməliyim. Mütləq şəkildə. Yəni, Vüsalın da xüsusiyyəti budur məsələsi. Allah sənin mal və mülkü və bərəkət versin, qapı başatdığa gələr. Allah köməyin olsun. Bir iki Allah dostumuz var, həcət onların olsun. adına yanı çəkilməyin, biraz düz Bildim, çıxmayın. İş faydasından da bildin necə? Bilirəm. Yaşar o qala qrup olan. Allah hər kəsin canını sağ eləsin inşallah. İnşallah. İnşallah o yarışda gözəl nəticələr görəsən, sən uğur arzulayırsan. Allahın köməyi ilə. Allah Gözəl istər. uçuş olsun, biz də gəl burada zövq alaq həmin uçuşdan. Allah var eləsin. Maşallah olsun, Allah malı və mülkü və bərəkət versin. Bax, Bozquyruğun balası da, ben yenə deyirəm. Yəni bu, nə bilim, bunun bir balası yerə gəlmədi, amma kənim öldü də, ikisi də dəlikdən getdilər. Elədir, hə. Bir tane tutmuşdum, bir tane dedim kəsim, ikisi də öldü Allah'tan. Bu oranın balasıdır. Maşallah. Rəhmətli bunun balaları həmişə öpərdi. Elşən balaxanı qəşəng bilir, Elşən Cəllabat bilir. Yəni oraya gedənlər bilir də. Bəziləri var, indi adını çəkən bilir. Allah Nə maşallah. bilim, qoy görək də, qardaş, nə olur da. İnşallah uğurlar, gözəl nəticələr. İnşallah Allah qoysa, qismət olsa. O qara quyruq balanı da bağışlamışam Fəridə. Onun dədəsini çox istəyib Fərid. Dəyişət çox istəyir, onu bağışlamışam Fəridə qara quyruq. Allah bərəkət versin. Sağ ol qardaşım. Belə də sizindir də, elə bizimdir, sizindir, bizim Əlbəttə, biz Azərbaycanın bağlamlı fəxr edirik, sevinirik, yəni bizə zövq alırıq da belə deyək, ləzzət Allah edirik. ömür versin. Allah. Allah köməyin olsun. Bilirsən, nə mən bir dənə məqsədim var, bir qardaş kimi deyəm də. Mən istəmirəm, elə bir desinlər ki, Tural, Əli Xəzər, məndən Məzlum. Bu elə bir çəkəndə 30 dənə, 40 dənə Azərbaycanın oğlan adı çəksinlər ki, bu oğlan mənim qapısında ben qıraqdan getdik, gördük. Cəmi bu öncündə qıslayanda 3-4 nəfərin adını çəkirlər də. Bəli. Qalanın adı yoxdur ki. Uçulub kösəmək lazım. Yarışda onlara əziyyət çalıb göstərəsən, uçudasan, cəmaatı gəlsin, ondan zövq alsın. Gözünə görsün ki, əziyyət çəkməli. sırf bu adamda bu quşlar var da, Əziyyət. Azərbaycan quşları bu cür inkişaf edibdir, yəni belə deyək. Qardaş, əziyyətsiz çörək olmuş. Bəli. Biz də bu əziyyəti zəhmət çəkməliyik. Qolumuzu, qıçımızı çimləyib, nə bilim, biraz az yeməliyik, biraz çox yeməliyik, amma bunu göstərməliyik. İnşallar. Mən bütün dostlara, qardaşlar, tək bizim qrupu yox, bütün qruplara Allahdan arzu edirəm ki, məndən də yüksək yeri gəlsin, nəticə toplasınlar. Amma Azərbaycan adını göstərir. Bizim Azərbaycan maşallah düz deyə bilən bilir bizi, amma biz
Allah şəhidlərimizə rəhmət eləsin. 44 günlük müharibədə hər şeyi göstərdik. Bəli, bəli. Allah ondan qəbirlərin nurla doldursun, qazilərimizə uzun ömür, can sağlığı versin. Allah Teala hər kəsin öz ürəyinə görə versin. Kim də bizə nə arzulursa hələ 1 milyon qatını Allah onlara qismət eləsin. Sağ ol, Allah Ali. sağ Var, olasın. öpürəm səni. Çox sağ ol.